Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu khayru nasirin ve mu'in ve sallallahu ala seyyidina Muhammedin ve ehl beytihi tahirin ve la'netullah ala a'dahim a'da'illah ila liqa'illah amma ba'd. Allahümme veffikna lima tuhibbu ve terida. İbrətamiz hekayələrin bugünkü bəhsimizdə ibrətamiz hadisə Hazreti Resul-i Əkrəmin həyatında baş verən hadisələrdən Allāmə Mənsi rəhmətullah əleyh nəql edir Bəhar-ı Nəba kitabındakı bir nəfər, bir cavan gəlir İslam Peyğəmbərinə buyurur ki, mənə nəsihət edir. Çox zaman bir də görsən sosial şəbəkələrdə və yaxud ki, müəyyən bir şeylərlə insanlara yaxınlaşır, bizə nəsihət elə, bizə nəsihət. Elə Hazreti məsumların bizlərə elədiyi nəsihətlər ki, elədikləri, verdikləri məsləhətləri, etdikləri vəsiyyətlərə biz əməl edəsə, ondan bundan da nəsihət, vəsiyyət, məsləhət eləməyə ehtiyac qalmır. İslam Peyğəmbəri buyurur ki, o cavana ki, heç vaxt Allaha şərik qoşma. Allaha şərik qoşma, diqqət edin. Biri budur ki, məsələn, deyirəm ki, Allah 2 dənədir, 3 dənədir, 5 dənə. Bir də var, deyirəm, əgər rivayət var Həzrət Əleyhisselam, bu cür deməyin, bu müşriklikdir. Necə? Filan kəs olmasaydı biz məhv olmuşduq. Filan kəs olmasaydı bizim bu işimiz düzəlməyəcək. Filan kəs olmasaydı, yəni onu Allah səviyyəsinə qaldırır. İşlər üzərindən həqiqətdə Allahdır. Allah ona lütf edib gəlib sənin üçün. Bəli, ona təşəkkür elə, onun çox sağ ol deyən, onun qulluğunda deyən, ona səndə yaxçılıq elə, o başqa bir şey. Amma bu olmasaydı heç vaxt bu iş düzəlməzdi, onu demə. Allah olmasaydı heç vaxt iş düzəlməzdi. Ona İslam Peyğəmbəri buyurur ki, Allaha şərik qoşma, hətta işgəncələrə məruz qalsan, öldürülsün. Bu da bu cür. İkinci buyurur, ana-ataya, valideynə yaxçılıq elə. Onlara itaət elə. Əcəb bir sözdür, hətta ailə qurumunda bir nəfərdən səni çəkindirsələr belə çəkin. Səcələ filan kəsdən ailə qoyur. Məgər ki, bunlar məsələn, burada istisna var. Məsələn, bunlar deyir, qızları ki, bu ilə evlənmə, məsələn, gir şərabxorla evlənmə. Məsələn, müminə bir qadınla evlənmək, git, məsələn, açıq, saçıq və əxlaqı normalara malik olmayan bir qadınla evlənmə. Bunlar istisnadır. Söhbəti bunlardan gedin. İslam Peyğəmbəri bir şəxsə deyir ki, qabağına gələn şəxsə deyir. Onu tanıyırdı, yəqin ata-anası kimi olur. Çünki Allahın hökmündən Quranda da ayəmiz var buna ki, onlar nə qədər Allahın hökmünə zid hökm çıxartmayırlar, onların itaətindədir yəni. Sonra Loğman surəsi. Ondan sonra buyurur ki, özün ki, dünyada neyin var, əgər sənin üçün artıq qaldısa, artıqlıq elədisə, sənin yaşayışında onu mümin qardaşı və hədiyyə elə. Məsələn, bir şey almışsan, indi bir dənə də xoşun gəlir. Amma bu şey indi qalır dolmur. Bunda istifadə eləməlidir də yardımcısın, bunu almışsan da. Bunu artıqdır, anons, apar bir dənə olmayan müminə hədiyyə elə. 2. İnsanlara heç vaxt ihanət eləmə, təhqir eləmə heç vaxt. Alçaqlıq gözü ilə baxma. Həmişə İslam Peyğəmbəri bu insanlarla mehribanlıqla davranır. Ondan sonra İslam Peyğəmbəri buyurur ki, insanlarla görüşərkən, müsəlmanlarla görüşərkən onlara ilk sözün selamun aleyküm olsun. Buyurur, insanları həmişə sən İslam'a dəvət elə.
istəyir qonaqlıqda, istəyir hər nə məclis olur, hər nə yığıncaq olur, az, çoxluğundan fərqli olmayan, onları İslam'a dəvət edər. Ondan sonra buyurur ki, İslam Peyğəmbəri, deyir, bunu deyəndən sonra deyir, hər bir müşkülü həll eləsən, yəni bir insanların müşküllərini həll eləsən, bu Allah yolunda bir dənə qul azad eləmək savabına malik olursan. İkinci məsələ, ondan sonra İslam Peyğəmbəri buyurur ki, sən orada buyurur, daha indi bilmirəm nə məsləhət deyil, İslam Peyğəmbəri buyurdu ona, buyurur, şərab və hər o şeylər ki məst edicidir, haramdır və bunlardan çəkin. Yəni, insanı məst eləmək nədir? Məst eləmək budur, yəni ağlı dondurmaq, ağıl işləməməyə səbəb olan hər bir işlər haramdır. İnsan bir işdəki ağlı doldu, işləmədi, bu iş haramdır. Şərabın da haram olma illəti bunu bəzi rivayətlərdə getirir. İslam Peyğəmbərin bu hədisindən daha hər bir kəlməsi ibrətdir ki, özümüz inşallah həyatda bu İslam Peyğəmbərin nəsihətlərinə əməl edənlərdən olar. Elhamdülillahi Rabbil aləmin. Sallallahu ala seyyidina Muhammedin və əhl-i beyt-i tahir.